Bir yerdən qalxdı dedi, ənə raculun lap bu pisdir. Ənə raculun münafiq. Mən münafiqəm. 200-lük eləyirəm. Yəni bilmirəm hansı münafiqlərdən idi. Münafiq iki cürdə hədislərdə var. Bəzi insanlar ki var, iman əhlidir, hədisdə var, onlar da münafiqlik eləyir. Zahiri ilə batini uyğunlaşmır. Evdə belə deyək, əzazil insan. Zülüm eləyir. Bayırda baxırsan maşallah. Kişinin üzündən nur tökülür. Ha, belə bax, bu sən Allah qışqırar adamın üzünə. Yox, düz gəlmir. Bu növ insanlara da hədisdə başqa söz deyiblər də. Hədisdə deyənə mən belə, yəni məndən incimir. Hədisdə var, nifaq əlamətidir bu. Demirəm daha evdə belədir, gəlsin çöldə də başlasın elə o cür nə olmağa da. Mən xətib xütbədə dedi ki, evdə olduğun kimi yox. Mən deyirəm, bayırda olduğun kimi evdə ol. Mənim sözümü düz götürün. Bu necə bax, belə qəşəng imanla oturmazsan, evdə də elə ol. Mən bunu demək istəmişəm. Hər halda. Bir yerdən qayıtdı ona ki, iclis fəzəhdə nəfsək. Abrıva pardon, otur aşağıya. Peyğəmbər buyurdu, İnnə fuzuhat dünya xeyrun min fuzuhul axirə. Burada abrı getdi, eybi yoxdur. Ahirətdə adamın abrı getməsin. Ahirətdə adamın abrı getməsin. Milyonların qabağında. Vay o gündən. Hamı sən Allah bunu iman əhli kimi tanıyır. Buna deyirlər, yolu deyiş o tərəfə. Get cəhənnəmə tərəf. Oralar pisdir ki, valla. Burada adam bir tər yola verər, amma orada olmasın. Demirəm, burada insanın abrını qorumasın, qorusun. Amma oralar pisdir. Baxın, belə insanlara deyirlər, qafil insanlar.